Sizə təqdim edəcəyim video hal-hazırda saray mollalarına aiddir. Saray mollaları baxın görün nə deyir. Deyir ki, ölkə başçısına qarşı çıxmaq haramdır, mitinqlər haramdır. Buyurun dinləyək. Qətiyyən dövlət başçısına qarşı çıxmaq olmaz, haramdır. Mitinqlər haramdır. Həmən o saray mollasına səsləndirəm. Nisa surəsi 75-ci ayə təsviri belədir. Zalıma, haqsızlığa və ədalətsizliyə qarşı biganə qalmayın. Sən bu günləri həqiqətən də Azərbaycanda auditoriya işləyirsən ki, dövlət başçısına qarşı çıxmaq olmaz. Deməli, dövlət başçısı büdcəni talaya bilər. Dövlət başçısı uşaq pulu verməyə bilər. Dövlət başçısı zorakılığa göz yuma bilər. Polisə bütün hüququ tanıya bilər ki, polis bütün şiddəti göstərə bilər xalqa, əzə bilər, cibinə narkotik ata bilər və heç bir Azərbaycanda polis cəzalanmayacaq. Bu mənim sözüm deyil, bu İlham Əliyevin sözüdür. Və mən hər kəsə deyirəm, burada kiminsə nazı ilə biz oynayası deyilik. Necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır elə cəzalandırarıq ki, peşman olar. Bizim polis gecə-gündüz asayişi qoruyur. Soyuqda, istidə, dağda, Qarabağda bizim daxili qoşunlarımız şəhid verib müharibə zamanı. İndi kimsə gəlsin polisə ləkə vursun, mən buna imkan verməyəcəm. Və hər kəs bunu bilsin. Təhribatçılar, o təhribatlara uyanlar və bütün ictimaiyyət. İlham Əliyevin bu günləri siyasi məhbusları 396 nəfərdir. Və İlham Əliyevin hakimiyyəti Azərbaycanda hicablıların hicabına toxunub. Və bu günlərdə hicablı xanımlarımız var zindanlarda. Ay saray mollası, sən necə adamsan ki, bu günlər insanlara yalanı təbliğ edirsən. Sən zalıma boyun əyirsən. Sən zalımın yanındasan, məzlumun deyil. Sən bu günləri zalımı tərifləyirsən. Haqqı danan nakişidir.